القرآن ترتيلا بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. صلی الله علی محمد و آله الطاهرین والذین یرمون ازواجهم ولم یکن لهم شهداء الا انفسهم. 6. ayə Nur surəsində. Nur surəsi əxlaq paçlığına aiddir. Əxlaq paçlığı iffət deyilər. İffət surəsidir. İstər ailədə, istər cəmiyyətdə. Müxtəlif mövzuda Allah-u Teala bu surədə danışıbdır. Axırıncı mövzu ki, keçən ayədə var idi, əxlaqa uyğun olmayan töhmətlər birinə vurasan. Bir şəxsə əxlaqsız sifəti verəsən ki, filan iş görəndir. Bir əxlaqa uyğun olmayan töhmətlər. Töhmət neçə nə oldu? Bəzən birinə deyirsən filan kəs oğrudur. Bu da töhmətdir. Bunun da özünə uyğun cəzası var. Amma əxlaqsız töhməti, birinə deyəsən bu zinakardır ya buna oxşar sözlər deyəsən, bir xanıma, bir kişiyə, bu adına deyirlər qəsf. Qəsf yəni birini ləkkəliyəsən əxlaqsız işlərinə. Allah-u Teala buyurur, cəmiyyətdə bu işi demək özü bir dənə cinayətdir. Cinayət fəqət bu deyir ki, insanın bədəninə cinayət olan, birini, məsələn, üzvünü, bədənini zərər verəsən, birinin ruhuna, şəxsiyyətinə, aburusuna da zərər verəsən, bu da cinayətdir. Ona görə Allah-u Teala geçmiş ayədə ona cəza tətbiq elədi və hətta cəmiyyətdə bilənçə adamların hörmətini yendirdə şayət. Dedi, məhkəmələrdə bu adamların şəhadətini daha qəbul eləməyin. Bu fasıq olur, bir ləkkəliyir cəmiyyəti. Məgər tövbə eləyərlər, islah eləyərlər, geçmiş ayə idi. Amma bir istisnası var bu məsələnin. Bilirsiniz, İslam dini real dindir. İslam dini belə deyək ki, cəmiyyət həyatından uzaq bir fikri insana desin. İslam nəzərdə alır, cəmiyyətdə çoxlu işlər də ola bilər. Bu məsələni ailədə tətbiq eləmə olmaz. Ailədə bir mümkündür bir kişi gələ bir vəziyyəti görə, o vəziyyəti əxlaqsız bir vəziyyəti görə. İndi burada buna nə cür göstəriş verək? Deyək, göz yum, bu qeyrətə uyğun bir söz deyil. Deyək, cəzalandır özün, bu bir başqa bəhsidir. Nə deyək? Deyək, sənin haqqın yoxdur danışasan, sus, göz yum və sus. Çünki sənin şahidin yoxdur ki. Bu da gedə, məsələn, başqa məsələlər kimin 4 dənə şahid tapa ki, bu məsələ daha olmazsa da bitib, məsələ qutulubdur. Ona görə Allah-u Teala burada bir məxsus bir qanun qoyur. Əvvəla, mümkündür biz subutsuz qəbul eləsək bu sözü kişidən, bir sıra kişilər bundan su istifadə edirlər.
Hər kimi xoşları gəlmir həyat yoldaşlarından boşayırlar, ləkkəliyələr boşayırlar. Bu da uyğun söz deyil. Burada İslam nə desin? Kişinin sözünü qəbul eləsin, sübutsuz. Bu xanıma zülmüdür. Desin sus, göz yum və sus, ağzını bağla. Bu da bəzən mümkündür. Bu həyatı davam vermək qeyrətə uyğun olmaya. İslam burada bu xatirə ki, həm töhməti qabağa alınsın, həm bir nə olmasın ki, burada bir çarə olmasın, bir ayrı yol təklif eləyibdir. Adi yollarla fərq edir. Adi yollar budur ki, sən bir şəxsin şəxsi günahını haqqın yoxdur cəmiyyətdə deyəsən və ləkkəliyəsən. Əgər desən, cəzalanırsan. Qəsv sayılır. Qəsv sözünü geçmiş termin cədəsi dərz elədim, bir termindir. İslam şəriətində bir şəxsə əxlaqa uyğun olmayan sifəti nisbət verəsən, deyir, cəmiyyətdə bu töhmət sayılır. İndi şəxsi həyatında da bu işi görüb, görməyibə dəxli yoxdur. Çünki cəmiyyətdə bu ləkkəli dəydi. İndi bu işi əsən görməyib ləkkəli dəydi, ya görübdir, gizlidir, hər halda cəmiyyətdə bu ləkkəli dəydi. Sən cəmiyyətdə bunu ləkkəli elədin. Bu olar töhmət, cəmiyyət töhməti. Bunun haqqın yoxdur. Amma bunu ailə mühitində bu sözü demək olmaz. Sən sus demə. O şəxsi bir günahdır, bu özü bilər. Sən onun həyat yoldaşsan, sus. Bu ailə mühitində bu sözü demək olmaz. Burada Qərb mədəniyyəti ilə İslam mədəniyyətinin fərqi ayrılır. Burada Qərb mədəniyyətində bu günah sayılmır. Razılığı var, günah sayılmır. Amma İslam mədəniyyətində və hətta olar ki, İslam mədəniyyətində deyirlər, ailə möhkəmliyini qəbul edirlər. Burada xanım və kişiyə demək olmaz bu məsələdə sus. Ona görə İslam burada bir ayrı yol seçir. Həm bu məsələdə susmasın, həm yersiz bir insanların abrısı getməsin. Mümkündür, kişinin sözündə bu məsələdə 100% qəbul edəsək, bəzi kişilər mümkündür, su-istifadə edərlər və yersiz töhmət vuralar. Pəs burada bir ayrı yoldur. Bu ayrı yolun adına İslam lian deyir. Deyir, bu məsələ əgər baş tutdu, bir kişi əgər bu məsələni gördü, gələ cəmiyyətə yaya, bu haqqı yoxdur. Eləyə bilər məhkəmədə hakimə gəlsin, şəhadət versin, çünki bunun şahidi yoxdur, özüdür fəqət. Şəhadət versin, özü and içsin bu işi ki, mən and içirəm, bu iş baş tutub, bu günah olubdur və bu məsələ ilə razılaşmasın. Eləyə bilər bu işi desin. Və buna deyərlər lian. Xanım da gəlsin, desin ki, yox, bu məsələ töhmətdir mənə. Bu düz deyil. Bir bu ki, xanım deyə yox, düzdür, o ayrıdır, daha iqrar eləyibdir, etiraf eləyibdir. Məhkəmədə insanın iqrarı, etirafı ayrı bir bəhsidir. Amma burada deyə yox, töhmət vurur, ləkkə yayır mənə. İndi məndən onun ailə problemimiz vardı, istəyir bundan su-istifadə eləsin. Gəlir deyir, yalan deyir. Bu da 4 dənə and içir, yalan deyir. Bu işlə bu işi örtürlər. Daha nə sübut olur ki, bu kişi düz deyir, nə sübut olur ki, bu xanım bu işi görüb ya görməyibdir. Bunlar örtürülür. Bu da sirri budur ki, hər halda cəmiyyətdə ki, bu insanı ləkkələmə olmaz bu sadəlikdə. İndi bu ailə mühitində bu olubdur. Bu kişi də öz haqqından, ailə haqqından beləncə müdafiə eləyibdir. Xanım da indi inkar eləyir. Qəbul eləsə, iqrar eləsə bir başqa bir məsələ olar. O günah, o
sübut olar əgər etiraf eləsə, iqrar eləsə. Amma inkar eləsə bu bastırılır, örtürülür. Amma bu işdən sonra Allah-u Teala buyurur, bu ailə öz-özünə boşanılır. Daha boşanma termini də hətta işlətmə olmaz. Çünki təlaq da lazım deyil bu ailəyə. Ayrılırlar bunlar. Da heç vaxt da həm ailə qura bilməzlər. Daimi bir-birlərinə də haram olurlar. Bu li'an mübahisəsi bu ayədə gəlibdir. Niyə? Çünki ailə mühitinin hökmü fərq eləyir cəmiyyətdə biganələrin hökmü ilə. Biganələrin hökmündə insan bir yad bir xanıma bir söz desə, bu ləkkədir, gərək buna sübut gətirə. Sübut gətirməsə cəzalanar. Amma öz ailə mühitində həmişə deyək get sübut gətir, mümkündür çox vaxtlar kişinin haqqı ayaqlana. Deyək sərbəst kişinin sözünü qəbul eləyirik, burada da çox vaxtlar mümkündür xanımın haqqı ayaqlana. Bir xanımlar töhmət vuralar bilələrinə, ləkkəliyələr ki, öcür iş yox idi. Ona görə İslam burada bu xatirə həm kişinin haqqı qorulsun, həm xanımın haqqı qorulsun, beləncə bir qanun, li'an qanunu deyərlər. Vəllezine yermun azvacahum. Onlar ki, öz həyat yoldaşlarına beləncə bir töhmət vururlar. İndi çün cəmiyyətdə yoxdur bu, cəmiyyət töhmətidir mənzur. İstəyirlər cəmiyyətdə bu xanımlarına, həyat yoldaşlarına beləncə bir ləkkə desinlər. Şəxsi öz əlaqələrindən işimiz yoxdur. Cəmiyyətdə bu, xanım bu sifətə tanınmır. Və ləm yəkun ləhum şuhəda. Şahidləri də yoxdur. Bir kişi xanımısına beləncə bir sözlər deyir və şahid də yoxdur. İlla ənfusuhum, məcər özləri. Burada deyək, özün üçün təksən, pəs cəzalandırmalıyıq səni, 80 dana qəmçi vurmalıyıq, başqalarına nisbət, mümkündür kişinin haqqı zay ola. Aradan gedə. Burada deyək, sərbəst qəbul edirik, mümkündür xanımın haqqı aradan gedə. Ona görə İslam burada deyir, sən üstüncə and iç. Fəşəhadətu əhədihim ərbəu şəhadatun billah. Hər bir şəxsin ki, beləncə bir iddiası var, bir şahidliği, şəhadət burada yəni andişmağı, bir andişmağı 4 da şahidlik yerindədir. Allahı bir şahid çəkir ki, mən düz deyirəm. İnnəhu ləmunəs sadiqin, mən düz deyənəm. 5-ci cümlədə ilavə eləməlidir və 4 dana andıdan sonra ki, mən düz deyirəm, 5-cisində deməlidir ki, ən lənətəllah əleyhin kanə minəl kazibin. Əgər mən yalan deyirəm, Allahın lənəti mənə. Xanım da buna uyğun sözlər deməlidir. Və yədra'u ənhəl əzab. Xanımdan da əzab götürülər. O əzab, yəni o cəza ki, dünyada əxlaqsızlara gələr, bu cəza götürülər. Ahirətdə əzab asılıdır, günah olub olmayıbdır. O, biz qərardayıq ona məhkəmə çıxardaq. Dünyada əzab, budur ki, bir məsələ sabit ola, sabit olmaya. Bundan dünyadakı cəza götürülər. Əgər bu da 4 dəfə and etsə ki, bu düz deyil. Ən təşhədə ərbəə şəhadatın billah, innəhu ləminəl kasibin. Ki, bu iş yalandır. Və 5-cisində də deyə, Allahın qəzəbi mənə, əgər o düz deyir. Bundan həm kişinin haqqı qorular, həm xanımın haqqı qorular. Həm kişi sözün dedi və cəzalanmaz, əgər düz deyir. Həm xanım bu cəzadan, bu günahdan özünü uzaqlaşdırdı. Əgər düz deyir, o töhmət vururdu. Hər ikisinin də batində nə olubdur, biz bilmirik. Amma zahirdə, cəmiyyətdə bunlar hər ikisi də bu məsələdən həm o töhmət vurma məsələsi cəzasından uzaqlaşar kişi, həm də xanım o zina hökmünün cəzasından uzaqlaşar. Allah-u Teala beləncə bir
məsələni ailə mühitində gətiribdir. Ailə mühiti olmasaydı, qanun haman idi ki, geçmiş ayədə Allah-u Teala buyurmuşdu. Esselamu aleykum və rahmetullah və berekatuhu. رحمن يا رحمن ساعدني يا رحمن اشرح صدري قرآن واسق حياتي قرآن